Vocabulaire progressif du français niveau intermédiaire, copyright Clé international 2017. Transport, circulation, deuxième partie. Alors, les véhicules personnels. Vehicle sözü İngilizcesinden geçip Türkler araç diller. Bizim dilde ne diye nəqliyyat vasitesi. Tam uyğun yarını bilmem. Personel, şəxsi. Şəxsi nəqliyyat vasitələri. Bir də var ki, ümumi istifadə olan nəqliyyat vasitələri. Bizim dildə belə deyirlər. Hə, bu maşında voiture, kamyon, Türklər işlədib sözü kamyon, yük maşını. Les deux roues, roue təkər deməkdir. İki təkərlilər, onlara baxarıq sonra. Diğer maşından başlayaq. Alors, siège oturacaq deməkdir. Oturacaq. La ceinture de sécurité, ceinture kəmər deməkdir. Təhlükəsizlik kəməri. Le coffre, bagaj. La roue, təkər, roue sözü. Portier, qapı. Mesela qatarın qapısına da bunu deyə bilərik. Clignotant, bu clignoter feili var. Clignoter eləmək, yanıb sönmək. Clignotant da yanıb sönən işıq. Yəni ki, buna deyirik dönmə işığı. Motor, motor deməkdir. Far, fara deməkdir. Volan da sükan. D'accord. Kamyonda söz var mı yoxdur. İki təkərlilərə keçək. Le vélo, velosiped. Le scooter, scooter. La moto, motosiklet. Pour circuler à moto, motoda dövr eləmək üçün, yəni sirkulyasiya eləmək üçün il est obligatoire, məcburidir. Nədir məcbur olan? D'dən sonra deyirik. Porter un casque, kask geyinmək. Sur la tête, başa kask geyinmək, d'accord? Helmet. Conduire, sürmək. Bu drive feilidir. Drive'ın demək olar ki, bütün mənalarını özündə ehtiva edir. Pour pouvoir conduire un véhicule, bir véhicule drive eləmək üçün, sürmək üçün il faut, lazımdır, un permis de conduire, sürücülük icazəsi, yəni sürücülük vəsiqəsi. Permis həm icazədir, həm də ki, icazə verən sənəd, hüquq verən sənədə deyilir permis. Une assurance automobile və maşın, avtomobil sığortası. Le conducteur, conduire sözündən conducteur sözü yaranıb. Yəni ki, maşını idarə edən şəxs. D'accord? Biz sürücü deyirik. Sürücü həm peşə adıdır bizim dildə. Yəni sürücülük eləyərək gəlir əldə edən insan. Amma həm də sadəcə maşını sürən insana da biz sürücü deyirik. Fransız dilində ona conducteur deyirlər. L'automobilist də deyirlər buna. Eyni sözdür. Fait démarrer. Démarrer başlamaqdır. İşə düşmək. Faire də elətdirməkdir. İşə salmaq. Elə bil məcbur etsən ki, o démarrer olsun. D'accord? Sa voiture, öz maşınını. Il met le moteur en marche. Mettre en marche, yəni işə salmaq. Marş elə bil marşa işləməkdə, iş rejiminə salmaq. Il coupe le contact. Kontaktı kəsir. Bu texniki şeydən gələn ifadədir. Il coupe le contact. Il attache, o bağlayır ya da mettre feilindən işlənə bilər. Sa ceinture de sécurité, təhlükəsizlik kəmərini taxır. Il recule ou il avance. Reculer geriyə getmək, mütərizdə burada verib. Avancer irəliyə getmək, irəliləmək. Bu feillərin başqa mənalarını sizə lüğətdən baxın, lüğə birdən. Video çox uzun olur. Il tourne le volant, tourne çevirməkdir. Volanı, sükanı çevirir. Pour prendre un virage, virajı götürmək üçün. Viraj, türklər də deyilsin, viraj işlədirlər, yəni döngəni. Tournan da deyirlər buna. Tourne, tournan yaranır ondan. Il accélère, accélérer, sürətlənmək. S'accélérer də ola bilər. Bu həm də sürətləndirməkdir bu feil. Il va plus vite, o gedir daha sürətlə. Il freine, freiner. Türklər də frenə basmaq deyir. Frenə eləmək, yəni tormozlamaq. Frenaj bunun isim forması. Tormozlama. Il appuie. Appuie toxunmaqdır. Məsələn, hansısa düyməyə toxunmaq, telefonda, kompüterdə falan. Appuyer feili. Sur, nəyinsə üzərinə. Pedal de frein, tormoz pedalının
üzerine basır. Pour ralentir. Ralentir eləmək üçün, yəni yavaşlamaq üçün. Lan var onun kökünde görürüz. Lan. Si la voiture n'est pas automatique, eğer maşın otomatik değilse, yani otomat sürat kutusu yoksa, il change de vitesse. Changer de neyse değişmek, başkasına əvəz eləmək. Change de vitesse, vites değiştirir. Yani bir vitesi başkasına əvəz eləyir. Biri 2 ilə falan. Il passe en troisième, o keçir üçüncüye, en quatrième dördüncüye. La nuit, geceler, il allume ses feux ya da ses phares, o ışıklarını yandırır geceler. Pour voir, görmek için, et être vu, görünmek için. Çok yaxşı. Belə bir voir fiilinin pasifdə, məstərdə pasifidir də bu. Être vu. Il va, o gedir à la station service, station servisə, yəni yanacaq doldurma məntəqəsinə, pour prendre du carburant, carburant götürmək üçün, almaq üçün, yəni yanacaq almaq üçün. De l'essence, essence benzin deməkdir. Biz benzin Alman sözü deyəsən, Alman dilindən götürmüşük. Yəqin ki, carburant karbohidrat sözündən yaranmış ola bilər, bilmirəm. Du super samplon bu kateqoriyasıdır. Super samplon, plon PB. Qurğuşun deməkdir. Qurğuşunsuz neft bilmirəm, yəni texnik olaraq mən çox başım çıxmış şeydim. Karbohidrogen mövzusunu yaxşı oxumamışam amma. Du gazual, gazual şeydir, dizel yanacaq. Hə, bu voiture dizel. Oui. S'il remplit le réservoir, réservoir bak deməkdir. Həm də su anbarı mənası da var bunun. Əgər deyir o doldurursa rezervuarı, il fait le plein. Faire le plein deyirlər buna belə danışıq dilində. Faire le plein. Yəni ki, planlamaq, doldurmaq tam təmiz. Fullamaq. Régulièrement, müntəzəm olaraq, il laisse sa voiture, o maşınını buraxır, qoyur. O garajda, garaj hara deyirik? Pour une révision. Garaj həm garajdır, həyətdə garaj, amma həm də motoristin, mexanikin, maşın ustasının işlədiyi yerə də qaraj deyirlər. Orada maşın da satıla bilər. Revizyon üçün, yəni ki, ümumi baxış üçün də, texniki baxış üçün ki, maşında nə problem var. Revizyon həm də dərsi təkrar eləməyə də deyirlər. Il fait réviser, hə, réviser məsələn, sa voiture, réviser baxmaqdır, təkrarlamaq, yəni təkrarlamaq mənası da var dərsi, amma réviser la voiture maşını başdan ayağa baxmaq ki, ümumi nə vəziyyətdədir maşın. Burada yine icbar növbədir. Faire réviser, yəni baxdırır da ustaya, göstərir ki, usta baxsın, ustaya baxdırır. Si la voiture est en panne, être en panne xarab vəziyyətdə olmaq deməkdir. Tomber en panne var, xarab vəziyyətə düşmək. Yəni işləyir, tomber en panne, xarab vəziyyətə düşür. Bu amma xarab vəziyyətə düşür, ondan sonra hansı vəziyyətdə olur? Xarab vəziyyətdə. Si elle ne marche pas, əgər işləmirsə, il la fait réparer, onu təmir elətdirir. Bu yəni elətdirməkdir, faire-lə. Réparer təmir eləməkdir nəysə, faire réparer təmir elətdirmək. Par kim tərəfindən? Un garagiste ya da mécanicien. Maşın ustasını deyirlər, garagiste ya da mécanicien. Je dois sortir ma voiture. Deməli, sortir feili həm çıxmaqdır, həm çıxartmaq. Burada çıxartmaq mənasındadır. Hardan bilirik? Özündən sonra birbaşa tamamlıq gəlir. Je dois nə etməliyəm? Sortir ma voiture. Maşınımı çıxartmalıyam. Du garaj, du from deməliyəm ki, garajdan. İranlılar deyirlər from. Du garaj, yəni ki, garajdan. Je rentre ma voiture dans le garage. Mən maşınımı garaja qaytarıram. Rentre evə qaytarmaq mənasını bilirsiniz. Həm də qaytarmaq deməkdir, yəni geri vermək. Hə, me ya da qoyuram maşınımı garaja. Remarque var burada bir dənə. Qeyd, yəqin ki, mən dediyim şey olacaq. Le mot garage signifie l'endroit. Ouais, ouais. Deyir ki, garaj sözü həm o mənanı, yer mənası bildirir. Evin bir endroası, bir yeri. Haradakı deyir, maşını qare eləyirik. Maşını qare eləmək, yəni ki, maşını saxlamaq, parklamaq falan. Ou bien ya da l'entreprise, şirkət, yəni müəssisə ki, répare les voitures. Hansı ki, maşınları təmir eləyir. Orada maşın da satırlar. Təzəsi də çox güman ikinci əl, amma təzəsi satıla bilər. Belə baxın. Circuler, dövr eləmək, yəni ki, maşınla getmək. En dehors des villes, şəhərdən kənarda ya da kənara. Pour aller de Reims à Troyes, Rennes'dən Troyes'a getmək üçün, pour prenez la route, prendre la route, yəni yolu götürmək, hansısa yola girmək, yola keçmək. Emprunter deyirlər ona, müvəqqəti götürmək, yəni borc almaq kimi yolu
Müvəqqəti gedikdə çıxacağıq bu yolda. Ou l'autoroute da deyirlər, avtoyol. Ouais. Buna deyirlər magistral deyəsən bizim dildə magistral yol. La plupart des autoroutes de France, Fransanın otoqutlarının əksəriyyəti son fikir verin, la plupart son işlədirik. Arada görən bu uzlaşmanı pozurlar bəzən. Amma son olmalı. D'accord? La plupart əksəriyyəti deyilsə son. Payant ödənişlidir. Vous devez payer au péage. Péajda şey ödəməlisiniz. Péaj orada elə bir péajın əslində iki mənası var. Burada verilən mənası əslində bunun sonradan yaranmış mənasıdır. Péaj normalda keçid hüququ deməkdir. Amma onu hardakı ödəyirik? Bu aeroporta da girəndə Azərbaycanda da var da, bilmirəm. Bizdə ödənişli başqa yol varmı? Mən bir dənə aeroportun girişim. Hə, hardakı ödəyirik? Orada peyaj deyirlər. Peyajda ödəmək. D'accord? Oradakı o deyək ki, şlaqbaum var və ora girməmiş ödəyirsən. Ora peyaj deyirlər. Amma normalda peyaj sözü mənası giriş hüququ, keçid hüququ deməkdir. Quand haqqı da, haqqı o məna. Quand un véhicule roule trop lentement, nə vaxt ki bir nəqliyyat vasitəsi gedir çox ləng, vous le doublez, dépassez. Siz onu dublə eləyirsiniz. Yəni depasser edir. Dublənin çox mənası var. Buradakı mənası şeydir. Onu ötmək. D'accord? Depasser nəyisə ötüb keçmək, hansı limiti keçmək, aşmaq və s. mənası var. Amma maşını ötməyə də depasser deyirlər. Dublə eləmək. Yəni maşını yanından keçib yersən də dublə eləyirsən. Malheureusement, təəssüf ki, il y a beaucoup d'accidents de la route. L'accident de route da ola bilərdi. Olur çoxlu yol nəqliyyat hadisəsi, accident de la route, car çünki les automobilistes, maşın sürənlər, ne sont pas toujours prudents, həmişə prudent, ehtiyatlı olmurlar. Prudent bu ingilis dilindən keçmiş sözdür. Par exemple, yəni günah olardı da həmişə yol infrastrukturunun, yol hərəkətinin təşkilinin heç bir günahı yoxdur bəyəm. Par exemple, məsələn, il ne respecte pas, onlar əməl eləmirlər. Respektə həm hörmət eləməkdir, həm də əməl eləmək, qanundan söhbət gedəndə. Burada les limitations de vitesse, sürət limitlərini əməl eləmirlər. Sur les routes, yollarda, la vitesse est limitée. Vites sürət deməkdir, türklər işlədilər bu sözü. Limite feilidir bu, pasifdə işlənib. Limite limitləmək deməkdir. Burada da pasifdə də sürət limitlənib neçəyə? A-la işlənir. Neçəyəsə deyəndə 90 km par heure da demək olar, l'heure da demək olar. Bunu necə istəyirsiniz oxuyursunuz. Anvil necə yox bu iki sözdən ikisini. Anvil şəhərdə. Bu şəhərdən kənarı idi. Anvil de ville, bu Anvil. Vous êtes au point 1. Təsəvvür edin ki, au point A, okey. A nöqtəsindəsiz. A nöqtəsi hardadır burada? Burada bəli. Gəlin eləyək ki, bu sxemdə düşsün. Hə. Siz A nöqtəsindəsiz. Alors, et vous voulez aller en voiture, maşınla getmək istəyirsiniz. Au parking souterrain. Souterrain yeraltı deməkdir. Yeraltı parkingə getmək istəyirsiniz. O hardadır? 5. 5'i tapırıq tez. Tez tapa bilmirik artıq gecdim. Hə, bura. Parking işarəsi var. Bura getmək istəyirik. Vous allez jusqu'au, siz gedirsiniz, jusqu'au qədər deməkdir. Hara qədər? Croisement, yol ayrıcına qədər. Yəni 1. Burada yol kəsişir də croisement. Vous vous arrêtez, dayanırsınız. Au feu rouge, qırmızı işıqda. 2. Burada qırmızı işıqda. Et vous laissez passer les piétons. Siz buraxırsınız da, keçirdirsiniz. Keçməyinə icazə verir. Laissez icazə vermək həm də. Keçməyinə icazə verirsiniz, keçsin. Kim? Les piétons, piyadalar. Burada piyada var. 3 piéton. Qui traverse au passage piéton. Kim ki traverse eləyir, keçir. Passage piétona, piétonda daha doğrusu. Yəni passage piéton piyada keçidi deməkdir. Piyada keçidi. Zebra. 1.12 əslində zebra çəkilməli deyil, svetofor varsa. 1.12 xətt. Alors, traverse, okey. Traverse bir şeyin bir tərəfindən o bir tərəfinə keçmək deməkdir. Vous redémarrez, yenidəndir işə salırsınız motoru. Redémarre, yenidən başlayırsınız, başladırsınız maşını, yəni işə salırsınız. Au feu vert, yaşıl işıqda. Et və vous prenez à droite. Siz dönürsünüz sağa. Prenez à droite, sağa dönmək. Puis sonra la première birincidən
La première à gauche, birinci döngədən, yəni birincidən à gauche sola. Yəni bura. Boulevard Émile Zola'ya çıxırıq. Oradan da Rue des Fleurs. Du point A, vous allez au point B. A nöqtəsindən siz gedirsiniz B nöqtəsinə. Vous continuez tout droit. Tout droit dümdüz deməkdir. Droit düz deməkdir. Droitla qarışdırmayın. Droit sağdır, droit düz. İngiliscə right bu uyğun gəlir düzdür. Alman dilinə də oxşuyur bir-birinə. Sağ droit deməkdir. Droit bu düz demək, dümdüz. Vous continuez tout droit. Dümdüz. Tout burada elə bir onu gücləndirir. Jusqu'au hara qədər? Rond-point 6 gəlin baxaq. Dairəvi yol ayrıcı. Dairəvi hərəkət təşkil olunmuş yol ayrıcı belə deyirlər bizim qanunvericidə. La deuxième ikinci à droite, ikincidən sağa et en sens interdit, qadağan olunmuş. Hə, bu 7 giriş qadağan nişanı var burada. Sens interdit, qadağan olunmuş yol. Donc vous prenez la troisième à droite, üçüncüdən sağa, qui est en sens unique. En sens unique yəni ki, unik yol, bir tərəfli yol deməkdir. Bir tərəfli yol. Bir tərəfli yol nişanı burada. Hə, bu yola keçiddə qoyulub, hə. Okay. Yola girişdə. Bir tərəfli yol. Bunun əksi nədir? À double sens, yəni iki tərəfli yol. Sans bu iki cür oxuya bilərsiniz. İki tərəfli yol, double yol. Yəni ki, həm gedən xətti var, həm gələn, amma burada ancaq getmək olar bu yolla. Bu tərəfə belə gəlmək olmaz. Buna deyirlər sens unique. Puis sonra la première à gauche. Birincidən sağa. Bu artıq düşmür. En ville, şəhərdə. Vous cherchez une place, yer axtarırsınız, bir yer. Pour garer votre voiture, maşınınızı gare eləmək üçün, yəni ki, maşınınızı parklamaq üçün parke feili də var. Vous garez. Hə, parklanmaq, yəni maşının içindəsənsə se garer feili işlənə bilər. Yəni özünü gare eləyirsən də sanki. Le stationnement, bu bunun isim formasıdır. Stationnement, yəni parklanma est généralement adətən payant, pulludur, gratuit, pulsuz. Si vous ne prenez pas de ticket, əgər tiki götürməsəniz harda? O rodatördən, o rodatör burada 9 verib. Gəlin tapaq. Parkomat deyirlər bizim dildə buna. Bəli, bu aparat. Parkomat məncə yaxşı addır. Amma onun olmağı yaxşıdır. Neyse. Bu aparatda parking pulunu ödəyib o tiketi almaq lazımdır. Almasan deyir əgər vous recevrez, recevoir feilinin futur simple, vous aurez, sizin olacaq ya da siz alacaqsınız nə? Une contravention, yəni ki cərimə. Cəriməyə qısaca deyirlər PV. PV procès verbal sözlərinin baş hərfidir. Yəni bir var onun inzibati hüquq mən bilmirəm. Yəni ki yerindəcə ödəyə bilirsən də onu. Məncə ona deyirlər procès verbal. Yəni proses bir var məhkəmə prosesi. Məhkəməyə verərlər sənə elə cərimə eləyər məhkəmə qərarı ilə. Bir də yerindəcə pozmusan, hə. Ödə. Əlində aparatla gəzir ki, ödə. L'amende fine deməkdir, yəni ki cərimə haqqı. Coûte cher, bahadır. Il est aussi interdit, həmçinin də qadağandır nə etmək? De stationner, park eləmək, garer feili var həm də stationner sur les trottoirs. Səkidə qadağandır. Səki 11-ci şəkildə 11. Hə, səki buradır. Səkidə parklamaq əlbəttə ki qadağandır. Voilà. Remarque var. Les Français disent généralement, Fransızlar deyirlər adətən je me suis garé, keçmiş zamanda, pour j'ai garé la voiture. Hə. Yəni daha çox je me suis garé deyirlər. Burada ümumiyyətlə bu ulduz işarəsi qoyulubsa, bilin ki, danışıq dilində bu da. Bu danışıq dilini bildirmək üçündür. Və danışıq dilində elədirsə, deməli danışıq dilində daha çox öyrədir. Yəni danışıq dilində varsa, deməli daha çox işləyən də elə odur. J'ai garé la voiture əvəzinə daha çox bunu deyirlər. C'est incorrect, deyir, bu səhvdir deyir, amma mais c'est la réalité de l'usage. Incorrect də bir subyektiv rəydir. Amma deyir, bu reallıqdır. Dans les grandes villes, Q-nun üsünü də düşürəcəyik gözləyin. Dans les grandes villes, böyük şəhərlərdə la circulation dövr
hərəkət peut être difficile ola bilər. Çətin. Məsələn, peut être deyilməlidir. Amma bunu peut être deyən də var. Səhvdir, amma deyirlər. Peut être difficile, çətindir. À cause de, nə səbəbindən? Embouteillage, tıxac, buna deyirlər bouchon. Embouteillage daha yüngülünə deyirlər. Həm də danışıq dilində daha çox embouteillage işlənir. Baxma ki, bouchon daha qısadır. Və daha yadda qalandır məncə bouchon. Qui se forme, hansı ki formalaşır aux heures d'affluence, d'affluence şeylərində, saatlarında. Affluence yəni full da, kütlənin çox olduğu belə qələbəlik. Azərbaycanca buna gəlin belə deyək, affluence. Heure de pointe da deyirlər. Pointe pik deməkdir. Zirvə. Zirvə saatlar, pik saatlarda formalaşır. Aux heures creuses, bunun əksi odur ki, creuse. Creuse fiili var. Creuse biz nədir? Creuse dərinlik, uçurum deməkdir. Creuse saatlar, yəni aralıq saatlar. Aralıq, uçurum, qəp saatlar. Hə, o yəni o pik saatların arasındakı o uçuruma, boşluğa, boşluq dərə deməkdir creuse. Creuser məsələn dərinləşdirmək filan mənalar var. Hə. Bu demək ki, qəp saatlar. Ça roule mal. Yəni ki, nəqliyyat pis gedir. Roule, ça roule mal. Ça roule bien. Yəni yaxşı gedir nəqliyyat axımı. De nombreuses villes de France, Fransanın bir çox şəhəri ont mis en place yəni tətbiq eləmək deyək də. Un système de location de vélo. Velosiped, lokasyon sözü mənası kirayələmədir. Velosiped kirayələmə tətbiq eləyir. Le Vélib, məsələn, Parisien, Parisdə Vélib deyə bir şey var. Okay, bu bir çox şəhərdə var artıq. Bu Bakıda da var. Voilà, ümid edirəm hər şey aydındır. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Merci.